olaraq bu il Amsterdamdakı iclasda iştirak etdik, konferansda iştirak elədik. Buradakı əsas məqsəd təbii ki, yenilikləri öyrənmək idi. Protokollar eynidir, müalicəmiz eynidir. Lakin yeni tətbiq olunan dərmanlar var ki, hansı ki Azərbaycanda yoxdur və inşallah Azərbaycanda da həmin dərmanlar olar və biz öyrəndiklərimizi, yenilikləri öz ölkəmizə gətirib tətbiq edə bilərik.